yine sizinleyim. ITV'nin Moskva üzrə xüsusi müxbiri Nisa Aslan Sadiqi. Hər birinizi salamlayıram. Xoş gəlmişsiniz. Xoş gəlmisiniz Nisa xanım. Həmişə siz gələsiniz. Bizim üçün çox xoşdur. Bizim mövzumuz nədən ibarətdir? Vətənpərvərlik, vətən sevgisi. Vətən sevgisi elə bir sevgidir ki, heç bir qüvvə o vətən sevgisinin güclü bir qüvvə ola bilməz. Niyə ki? İnsan hər zaman vətən insanı çəkir. Mən bu yaxınlarda 30 avqust Türkiyədə oldum, Zəfər bayramında. Məni onlar necə gözəl qarşıladılar. Onlar biləndə ki, mən Azərbaycanlıyam, onlar mənə xüsusi bir hörmət qağı göstərdilər. Və orada mənim indi çəkilişlərim var. Allah qoysa, indi Mircəlil müəllimə təqdim edəcəm rejissorumuza ki, onu iki işğaldır. Bir də mənim mövzum nədən ibarətdir? Şəhidlərimizdən. Bu şəhidlər barəsində əlbəttə ki, vətənsevərlərin cəmiyyətinin sədri Surə xanımı mən ona görə dəvət etmişəm ki, şəhidlərimiz haqqında balaca bir mövzuda toxunaq və o barədə danışsın. Və biz bir də qeyd edeyim, Surə xanım bir dəqiqə icazə verin. Biz öz komandamızla, başda Məlikə xanım olmaqla, biz həmin bir şəhidimiz var ki, Tural Cahangirov Pirallahda dəfn olunub, onun ad günüdür. Biz öz komandamızla, elə bu qızlarımızla birgə gedib həmin şəhidimizin ad günündə iştirak edəcəyik. Bəli, Pirallah şəhidi. Pirallahın şəhidi iştirak edəcəyik və onların Məkanı cənnət olsun. Məqamı uca olsun. Biz bütün heç olmazsa şəhidlərimizin. mənəvi qayğı ola biləcəyik. Doğrudur. İndi mən Məlikə xanıma sizə söz verirəm ki, siz danışasınız. Biz də Surə xanımla Vətənsevərlər Cəmiyyətinin ITV kanalı, kollektivi Seyran xanım başda olmaqla, İzzə xanım başda olmaqla çox yerlərə gedirik, çox şəhidlərin ailəsini ziyarət edirik, şəhidlərimizin məzarını ziyarət edirik. Bu bizim borcumuzdur. Bu bizim borcumuzdur. Biz nə qədər olmasa, heç olmasa bilərik ki, nəsə bir iş görürük. Bəli, bizim verişlərimiz çox olur, hər tərəfli layihələrimiz var. Amma bu şəhidlər haqqında, vətənsevərlər haqqında bu verilişi önlə bilirik. Biz həftənin 6-cı günü, elə bu həftə Pirallaha qəsəbəsinə gedəcəyik. ITV kanalı olaraq, Vətənsevərlər Cəmiyyəti olaraq kollektiv şəkildə gedib orada ziyarət edəcəyik şəhidimizin ailəsini. Şəhidin indi ölümüdür, şəhidimizin. Ruhu şad olsun. Ruhu şad olsun. Məkanı cənnət olsun. Bəli, onlar da bilir ki, biz gələcəyik. Zəngəyib demişik, bizim kollektiv, yəni sizin ailənin ziyarət edirik. Ondan başqa da dəfələrlə Azərbaycanımızın hər bölgəsində harada şəhid var, bacardığımız qədər istəyirik ki, onların ailəsinə baş çəkək və çəkəcəyik bundan sonra da. Bir çoxunu da biz qəbirlərini ziyarət edirik, dualar oxuyuruq, onlara Bu bizim mənəvi borcumuz. yerdə qalanlarını can sağlığı arzulayırıq. Çox sağ olun. Mən sizə birinci növbədə dərin təşəkkürümü bildirmək istəyirəm Nisa xanım. Siz bu əziyyəti çəkirsiniz, amma şəhidlərimiz üçün əziyyət çəkməyə dəyər. Çünki onlar bizim vətənimizin, elimizin, obamızın qəhrəman oğullarıdır. Onlar bu torpaq, onlar vətən uğrunda, Qarabağımızın, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda birbaşa canından keçmiş oğullardır. Onların anaları da qəhrəman
analardır. Bəli. Doğru. Mən Məleykə xanıma da dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Məleykə xanım hər bir zaman bu yolda mənə dəstək olur və biz bir yerdə addımlayırıq. ITV kanalı olaraq sizə dərin minnətdarlığımı bildirirəm. Seyran da çox işlər görür. Seyran xanım da çox. Seyran xanım, Çox siz də bizi Sağ uzaq olun. ellərdən gəlib dəstəkləyirsiniz. Çox minnətdarıq. Biz bir çox şəhid ailələrində ümumiyyətlə demək olar ki, Azərbaycanımızın bütün bölgələrində bir yerdə fəaliyyət göstəririk, öz fəaliyyətimizi yəni çox gözəl davam etdiririk. Yəni bu yoldan heç vaxt çəkinən deyilik. Siz bu gün çox gözəl bir mövzuya toxunmusunuz. Şəhid mövzusu içərisində bir vətən sevgisi var. Bir el-obaya sevgi var. Qarabağımız var. Ümumiyyətlə Təbrizimiz var. Bütöv bölünməyən Azərbaycanımız var. Əgər siz bu yoldasınızsa, bəli, biz Türk, Azərbaycan, Cənubi Azərbaycan qardaşıq. Bizim heç vaxt ayrılmaz qardaşlarıq, bəli. Bu yaxınlarda mən Qarabağda oldum. Ora mən birbaşa ziyarətə getmişdim. Şəhidlərimizi ziyarət etməyə, hansı ki şəhidlərimizin qanı, canı tökülən, qanı, canı bahasına aldıqları bir Qarabağımızı ziyarət etdim və orada çox şeylərlə qarşılaşdım. Demək olar ki, hər bir nöqtədə, hər bir təbiətin hər bir ağacında, torpağında, gülündə, çiçəyində bizim şəhidlərimizin ruhu olduğunu mən duydum, hiss etdim. Yəni bunu mən bir söz gəlişi olaraq demirəm, ürəyimdən gəlir. İnsan hətta hiss edir. İnsan o ruhun elə bir nə tərciyim, o ruhun işığınla, elə bir sən o işığı görürsən. Mənən gibi alır. Mənən və sağlıqsan. Təbriz demişkən, mən keçən dəfəki verişlərimdə də qeyd eləmişəm ki, mənim qaynıqam Təbrizdəndir, Cənubi Azərbaycandandır. O düzdür, çox vətən həsrəti ilə yaşayırdı və onun dövründə müxtəlif qadağalar olduğu üçün o gedə bilmədi Cənubi Azərbaycana. Arzusu idi, gedə bilmədi, amma onun dünyasını dəyişəndən sonra yollar açıldı, gedə bildik və mən özüm bir neçə dəfə İranın ki tək Təbriz 12-15 şəhərində oldum və mən oranın qayda qanununla, vəziyyətinlə tanış oldum və doğrudan da mən orada hər bir Azərbaycanlının Azərbaycandan, bizim Azərbaycandan olan Bakıdan və bölgələrdən olan bütün millətinlə eyni qanda, eyni canda olduğunu mən hiss elədim. Təbriz demişkən, Təbriz şeiri haqqında... Bayaq Nisə xanıma dedim ki, Nisə xanım, mən sizdə bir Təbriz şeiri gördüm, elə bayaq gördüm. Bəli. Dedim, at mənə, onu mən görüm, mən üzündən Bəli, oxumaq yeri gəlmişkən. əzbərdeyim. Yeri gəlmişkən. Yeri gəlmişkən, hə. Təbrizim, ey dumanlı Təbrizim, aman Təbrizim, dərdimə yanan Təbrizim, yağı caynağında qalan Təbrizim, canımsan, canımı alan Təbrizim, bölünmüş iki xalqın qan yaddaşısan, Bakımın milləti, həm qardaşısan. Niyə bölünmüşük? Niyə bilmirəm? Düşmən tapdağında qalan Təbrizim, dərddən içərində ürək ağrıyır. Halına xalqımda yanır, ağlayır. Düşmən içinizdən sizi dağlayır. Dözməyib, dağılıb yanan Təbrizim. Dərdinə yanıram, aman Təbrizim. Ey dumanlı Təbriz, yanan Təbrizim. Ey dərdli Təbrizim, aman Təbrizim. Ey dumanlı Təbriz, yanan Təbrizim. Ey dərdli Təbrizim, aman Təbrizim, aman Təbrizim. Çox sağ olun Məleykə xanım. Mən də Nisə xanıma Çox təşəkkür edirəm. salamlayıram. Nisə xanım, Azərbaycana xoş gəlmisiniz. Siz həmişə gələndə bizə gedəndə çox sevinirik. Gözəl verilişlər aparırsınız. Moskvada da, burada da. Allah sizə can sağlığı versin. Biz də yenə Suriya xanımla, Məleykə xanımla biz də şəhid ailələrinə gedirik. Şəhid ailələrində onların hamısının adlı bir kitab düzəlib, yəni kitab şəklində hazırlanır. Elə bir nə qədər
yaddan çıxan zadlar varsa da müharibədən Jurnalımızda da iştirak edənlər, hə, onlar hamısı Hemen qeyd altıncıya alınır. geleceğiz. olunur. Dur, biz bak bu jurnalımızın. Ha, onlar hamısı qeyd olunur. Ona görə də hə, il dönümü də hamımız girəcəyik. İnşallah. yəni şəhidlər heç vaxt Hər yaddan bir, çıxmaz da. Gücümüz çatan qədər şəhidlərimizi, elə bu oğlan da şəhiddir. Yəni hər Yerlərin ondan da şəhidin olsa. jurnalımızda çıxar, yəni işıqlandırıb və aparıb ailəsinə çatdırmaq özümüzə borc bilirik, vacib Hər sayılır. Çox sağ olun. Əsrin Ziyalısı jurnalında bir və bir neçə şəhidlərimiz haqqında bizim məqalələrimiz gedir. Onları biz işıqlandırırıq. Çox sağ olun ki, Onların yenə ailələrinə işıqlandırırsınız, biz əlbəttə. veririk. Şəhidlərimizlə bağlı 4 birdən də şəxsi şəhid var. Artıq 5 kitab çıxartmışıq və aparıb təqdim eləmişik hər birini özünüz bilirsiniz. Çox təşəkkür edirəm. Çox sağ olun. Bu bizim borcumuzdur. Onlar bizə Əlbəttə görə, yaddan çıxmaz. onlar bizə görə canlarını Bunlar keçir. bizim Vallahi. mənəvi borcumuzdur. Əlbəttə. Dayaq, onların Hamımızın borcudur. Onlara mənəvi Hamımızın. dayaq kimi, ailələrinə mənəvi dayaq kimi. Əlbəttə. Bu göz yaşlı anaları görəndə mən inanırsınız, içimdən sızıldıram o göz yaşını saxlayıb. Deyirəm, Həqiqətən siz də. mərd bir qadınsınız. Bizdə Pirallahda Həqiqətən. Rauf müəllim var, Mühib var bizim Cavan uşaqda. Yəni onlar bütün Bakı kəndlərinin yəni şəhidlərini, gücləri çatan qədər gətirib bizim jurnalımıza təqdim eləyir barəsində. Biz də indi bizi qarşılayacaqlar onlar. Allah qoysa. İnşallah, inşallah. Hamımızı aparıb gedəcəyik. Onların tanıdığı ailələrə jurnalımızla birgə götürüb gedirik hamımızın Jurnallarımızla. bildiyimiz kimi. Əlbəttə. Ya da kimin əlindən nə Bizim də gəlir də. əlimizdən bu Hə, gəlir. Ümumiyyətlə, Yəni gedib məsləhət Kimin vermək ki, az ağlayın, ağlamayın. Doğrudan da onlar hamısı o qədər qürurlu insanlardır. Onlar deyir ki, biz onsuz da vətən üçün böyütmüşük. Seçilmiş insanlar, seçilmiş biz də oğullar. fəxr edirik də biz şəhidlərimizlə. Elə onlar da deyir ki, biz evladlarımıza fəxr edirik, vətən uğrunda gedib. Yəni vətən uğrunda gedən şəhidlərimiz Allaha yaxındır. Doğru. Onlar peyğəmbər kimi adamlardır. Onlar vətən uğrunda gedib. Ümumiyyətlə bu hər bir vətəndaşın, hər bir Azərbaycan vətəndaşımızın borcudur ki, yəni istir qadın oldu, Ziyarət istir kişi eləmək oldu. etməlidirlər. Həm ziyarət eləmək, həm də şəhidlərimizi tanımaq bizim həqiqətən mənəvi borcumuzdur. Nə üçün? Biz şəhidlərimizi tanıyan, özümüz tanımalıyıq ki, onları tanıda bilək. Əlbəttə. Özümüz tanımasaq Gözəl bir onları sözdür. heç vaxt Siz çox sağ tanıda olun ki, bilmərik. gözəl savab işləri görürsünüz. Biz Surə bu söz xanım çox gözəl bir Hə. söz qeyd elədi, gözəl bir cümlə ki, biz onları tanımalıyıq ki, Bəli, tanımasaq Tanıdırız, necə tanıda ətrafa bilərik onları? tanıda bilək. Doğru. O qədər gözəl bir söz. Bəli. İsa xanım Moskvada da şəhidlərimizi tanıtdırırsa. Bəli. Çox sağ olsun. Həqiqətən Ona də görə deyirəm elə ki, Ehsan biz süfrəsi təşəkkür verir. edirik. Onların ildəmdə. Nisa xanım Jurnalımızı qoyub hələ qabağına, burada yaşamasa da, orada yəni vərəqləyir. tez-tez gəlib gedir, Bəli, amma oradakı Azərbaycanlıları dəvət eləyir. Bəli. Və jurnalları aparır orada qabağına qoyub deyir ki, bax bu filan yerin Bəli. Allahın şəhididir, bu Haranın şəhididir, Xırdalan şəhididir, bu Bəli. Ağsu şəhididir. Bir-bir onları yadında saxlayır və hər birinin anım günü, ad gününü orada ehsan süfrəsi verir, keçirdir. Çox sağ olsun. Yəni, Vallahi çox oradan sağ bura olsun. gəlib. Azərbaycan Moskva üzrə, ITV kanalı üzrə aparıcı müxbirimiz çox işlər görür. Hələ çox oğlanları sağ da olsun. öz qazancının bir hissəsini qoyur ki, biz onlara ehsan süfrəsi verək. Bəli. Nə qədər orada Azərbaycanlılar var, bacarırlar ki, istəyirlər ki, onların hamısını dəvət eləsinlər, otursunlar, yad eləsinlər bizim şəhidləri. Onların da əlindən bu gəlir. Deyir, biz ora vətəndaşı olsaq da ürəyimiz buradadır. çünki vətənpərvər insanlar həmişə elə olurlar. Bəli. Yəni vətən sevgisi var ürəyində, vətənpərvərlik Yenə hissi də var. buradan gedəndə fikrim var ki, belə bir yığıncaq eləyim və onlar bir yerdə oturub biz şəhidlərimizi yad eləyək. Biz bu Çox gözəl olur. nətəri Cənubi Azərbaycanın, Azərbaycan xalqının, Türkiyənin, Ürmiyənin bunların bir ürəkdə döyünən bir qan kimi bir-birlərinə bağlılığını onlar da hiss eləsin. Bizim Düz. balalarımız, evlatlarımız, nəvələrimiz də hiss eləsinlər ki, biz Azərbaycanlıyıq. Bu Əlbəttə. uşaqların deməli bir çaşka var idi, fincan. Mən uşağa göstərəndə belə göstərmədim. Təsadüfən mən üstündə bayrağımız olan fincanda qıza çay tökdüm. Gördüm qız dedi ki, bunda çay tökmə, bu qırılar. Deyirəm ki, mən də indi Azərbaycan bayrağıdır. baxdım ki, bu niyə belə dedi? Belə bax ki,
Bu Azərbaycandır. Bu Azərbaycan bayrağı deməli. Uşaqda nə qədər vətənpərvərlik hissi O olsun. qərib ki, ölkədə O onu fincanın qırılmağından qorxdu ki, orada Azərbaycanın bayrağı var. yaddan çıxartdı. Oradan da yuxarı qoydum. Yuxarı qoydum və hər dəfə deyirəm ki, uşaqlarımıza vətənpərvərliyi İndi aşılamaq. uşaqlar aşılamaq lazımdır. İnternetə də çox baxırlar da oradan bir nevrası yaxşıdır. Mənim bir qardaşımın nəvəsi var, Rauf Balaca Rauf Əliyev. İnanırsan bayraqla gəzir. Hərbi paltar geyinir. Azərbaycan. Hə. Bəli. Bir jurnal. Azərbaycan himni Bəli, bilir bəli. bizim uşaqlar. Azərbaycan bir uşaq təzədən İnanın ki, bu şəhidlərimizin anaları danışırlar. Mən çox onların yanında biz oluruq da. Yəni onlar hamısı uşağın keçmişindən, uşaq vaxtı olmağından o cür danışırlar. Vətənpərvər olublar onların. Elə böyüdüblər analar onları. Bəli, bəli. Necə bu 90-cı ilin şəhidləri var idi. Bəli. İndi də uşaqlara elə bu Tural Cahangirov 91-ci ildə Can. anadan olubdu. Yardımcı oldu. Yardımdan olub bir Allah da yaşayır. Bir Allah'dan Bir Allah. İnanırsınız. Deməli hamısı bu illərə təsadüf edir. Allah Taala nə tər deyir, şəhid dünyadan gedən, o yenidən dünyaya gəlir. Və Quranımızda yazılır. Bəli. Və yenidən dünyaya gəlir, həmin yeni də şəhid olur. Hələ Biz onların bu Allahın bir bəli. möcüzəsidir. Hələ bizim Kürdəmir rayonunda Qaraqozalı kəndində 15 yaşında bir şəhidimiz var. Ay Allah. Deməli Sehran Qəniyev. 15 O, yaşında. bəli, 15 yaşında, deməli 93-cü ildə, 92-ci ildə o özü evdən qaçaraq cəbhəyə gedib, deməli orada olub, onun əmiləri olub, əmisi oğlu olub da, dayıları olub ya belə. Gedib ora, elə bil ki, orada da şəhid olub. Yəni 15 yaşı var həqiqətən də o şəhidimizin. Həqiqətən də Yəni bizim Azərbaycan uşaqlarımız igidi o olurlar. dərəcədə vətənpərvərdilər. Azərbaycanımızın bəli. hər bir bölgəsində Bəli. çox saylı şəhidlərimiz var. Allah hamısına Çox. rəhmət eləsin. Bax, Amin. Qarabağdan nə qədər şəhidlər var. Ondan Gədəbəydən mən bir kitab Hər çıxartdım. yerdən. Bütün Gədəbəylərin qaziləri, şəhidləri. Mən deyərdim nə ki, qədər yüzlərlə yaz verir. bəli, bütün Azərbaycan, bütün Azərbaycan xalqı son illərdə deyərdim ki, Qarabağlıdılar. Yəni hamı deyir ki, sən Qarabağlısan, sən məsəl yəni köçkünsən, qaçqınsan, yox. Amma hamımız Qarabağlıyıq. Mən bu son 44 günlük Vətən müharibəsindən sonra Qarabağ uğrunda gedən döyüşlərdə ki, bu qədər gəlib 44 günlük, bəli. Demək, hamı elə sanki Qarabağlıdır. Yəni burada başqa Azərbaycanı bölmək olmaz. Çünki Cənub zonası da, ondan sonra bütün bölgələrimiz deyək də, hamısı gedib Qarabağımızı almaqdan ötürü orada canından, qanından keçdilər. Ona görə artıq bölünməzdir. Qarabağ hamımızındır. Əlbəttə. Mən nəyə məhtəl qalıram ki, bizim möhtərəm prezidentimizin nə qədər işləri olmağına baxmayaraq, Qarabağın hər alınan bölgəsində o bir gün iştirak edir. Bəli, Nə qədər həmişə. insanda güc, qüvvə, vətən sevgisi olsun ki, bu hər bir bölgədə iştirak edir. Hər dəfə baxırsan bir bölgədə. Deyirəm ki, doğrudan da vətənpərvərlik yuxarıdan başlayır. Nə qədər rəhbərliyimizin, böyüklərimizin vətənpərvərliyi varsa, onun elə vətənpərvərliyi dəmir yumruq olaraq, bəli, dəmir yumruq kimi sırf birləşərək onun siyasət, bizim İlham Əliyevin möhtərəm prezidentimizin siyasəti altında olaraq biz bu Qarabağ torpaqlarının 30 illik həsrətə son qoydu. Sağ olsun, vallahi. Mən bir nəfər də qəhrəman oğlumuzun adını çox çəkə bilərik ha. Yəni onlar hamısı bizimdir. Yəni Polad Həşimovun nəfəsinin dayandığı yerdən başlanaraq bu günə qədər yəni olan şəhidlərimiz hamısı bizim yəni canımızdır, qanımızdır. Biz onların hər birinin ruhu qarşısında baş əyirik. Hər birinin məkanı cənnət, məqamı uca olsun. Bir Nəzər Əzizov, mən bu keçən həftə 2 gün öncə onun 3 gün əvvəl mövludunda ayın 28-i deməli avqustun, sentyabrında 13-də onun anım günündə iştirak elədim. Bir həftənin içində 2 dəfə, yəni mən həmin ailəyə getdim ki, yəni orada həmin şəhidimizi ziyarət etdik. Demək, o şəhidin o qədər nə, yəni mənim telefonumda da onun var şəkilləri, yox ha, hətta göstərdiyi şücaətlər var orada, qəhrəmanlıq var. O erməniyə necə qanı uddurduğu yəni orada var. Yəni o video şəklində o deməli xüsusi təyinatlı qüvvələrin giziri olmuşdu. Orada o bir ailənin də cəmi bir oğludur.
bir uşağıdır yəni. İndi onun övladları var, gözəl həyat yoldaşı var, Sumqayıtda yaşayırlar. Ancaq demək o insan bir gülləsini necə görün, erməniyə bir gülləsini qıymadı. Necə? Demək onlar gediblər, giriblər bu evlərə, qisas əməliyyatında şəhid olub həmin Nəzər Əzizov. Orada giriblər evlərə, demək bir nəfər erməni olub, oturub qoca, ahıl da belə çox belə ixtiyar bir qoca, Nəzərin yazığı gəlib. Deyib ki, uşaqlar gəlin bunlara dəyməyək də, buna dəyməyək. Çünki bu ölüsü ya dirisi bunun onsuz da lazım deyil. Çünki biz Azərbaycan ruhunda böyüyüb axı bu uşaqlar. Hə, bu deyiblər ki, yaxşı, çıxanda, yəni bayıra görüblər ki, həmin o ki, bu Nəzər ki, ona razı olmadı ki, onun qətlinə fərman vermədi, o ki, komandir olub da. Hə, görüblər ki, həmin o erməni bir dənə tüfəngidimi, nə idimi, onu düz Nəzərin ürəyindən tuş alıbdı, kürəyindən. Nəzər deyib ki, uşaqlar istəyiblər ki, onu vursunlar. Nəzər Əzizov deyib ki, siz dayanın. Onu vurmaq olmaz. Bizim çünki niyə? O gülləmiz heyfdir. O gülləni saxlayın, bizə lazım olar. Daha önəmli yerdə. Deməli, onu əlləri ilə boğub öldürüb, deyib, bax, bunlar buna layiqdirlər. Onlar elə bir mənfur düşməndirlər ki, onlara heç vaxt inanmaq olmaz. Sonra o Nəzər Əzizovun bir dənə elə bir çəkilişi var. O deyir, deyinə, yaşasın yaşma. İndi göstərəcəm onu sizə verilişdən sonra, çəkilişdən sonra. Yaşasın yaşma. O ermənilərə dedizdirir. Nəzər onların yanında hündür bir oğlandır. Bunlar balaca da, boy balaca. Dilləri də dönmür. Deyirlər, yaşasın yasma. Yəni bizim belə qəhrəman igid oğullarımız var. Belə həqiqətən də yoldaşı da o sözü işlətdi ki, məzarı önündə. Dedi ki, Nəzərin məzarı önündə, Mövlud günündə. Dedim, sən çox şərəfli qadınsan, şərəfli yoldasan. Dedi ki, belə bir qəhrəmanın həyat yoldaşı şərəfli olmalıdır. Çox gözəl xanımdır, Nərmin xanım. Mən şəhidlərimiz haqqında çox sözlər danışa bilərəm. Demək olar ki, mən az bir sayda şəhidlərimiz qalıb ki, onları yad etməmişəm. Deməli, 20 yanvar şəhidlərindən tutmuş, hətta 41-ci, 45-ci ilin yəni şəhidləri də, onlara da belə deyək, o vaxtı onları şəhid demirdilər. Müharibə veteranı deyirlərdi, müharibə iştirakçısı deyirlərdi. Mən də elə bir kişinin nəvəsiyəm. Yolçuyev bələd. Mənim də babam olub. Bəli, o da o vaxtı, o da onun itkin şəhid olub. Sonradan onun məzarı tapıldı. İndi hal-hazırda Ukraynadadır onun məzarı. Amma anam həmişə ata həsrəti ilə, ata niskili ilə yəni böyüyüb. O heç ad günündə qeyd eləmir. Nəysə, yəni onu dediyimdir ki, biz 92, 97, yəni o gün bir şəhidimizə getmişdik, 99. Əliyev Elşad, adı Əliyev Elşad Bəxtiyaroğlu idi belə. Yəni biz onun getdik Arifoğlu. Yəni şəhidlərimiz haqqında düzgün məlumat vermək lazımdır. Əliyev Elşad, Arifoğlu, ana da Sənovər ana. Bəli, dünən yox, sırağı gün orada biz o tədbirdə iştirak elədik. Yəni bizim hər an, hər zaman nə qədər ki vətənpərvərik, vətən sevənik, hər bir zamanda şəhidlərimiz olacaq. Çünki şəhidsiz, qansız, yəni vətən olmur. Ona görə də mən də bu İctimai Birliyin adını vətən sevənlər hər bir şeyə əhatə eləyir. Çox sağ olun, çox təşəkkür edirəm. Çox sağ olun. Vətən müharibəsinin iştirakçıları. Nə qədər danışsaq yenə də azdır. Yəni Sünanın ki, ürəyimiz doludur, məqdəmamdır. İştirakçısı, mənim də 2 dayım, ana tərəfdən babam, onlar da vətən müharibəsində həlak olub. O vaxt 15 Respublika bir idi və bir idik. Mən qocalıq dedim, elə qocalar var ki, ahıl qocalar doğrudan da adam nə tərdik, nurani bir qoca, ağsaqqal bir qoca. İndi mən o qocalıq haqqında bir şeirimi demək istəyirəm ki, bəlkə də sizə maraqlı olar. Qocalıq bir fəslə bənzər. Yayı, yazı, payızı. Axırda qışı var. Yazı cavan fəslidir. Yayda bərbəhəri var. Payız gəlirsə insan, bil ki, qış da gələcək. Qışı gələn insanın ömrü də gedələcək. Qışı gələn insanın ömrü də gedələcək.
Bəli, bəli. Çox sağ Yəni olun. ki, çox Gözəl təşəkkür şeir. edirəm. Bəli, Yəni ki, biz yaşayırıq. bəli. Bu gözəl dövrümüzdə, bu gözəl çiçəklənən Azərbaycanımızda, bu gözəl Bakımızın gün-gündən parlaqlaşan, gözəlləşən Bakımızda yaşayırıq. Gəlin bir-birimizi incitməyək. Şükürlər Gəlin olsun ki, insanlara balalarımız şəhid olsa da torpaqlarımız Xətrini, alındı. bəli, Şükür. qəlbinə Şükür. dəyməyək. Yəni bu şəhidləri görürsən, Onlar- yedirik, onlara mənəvi dayanıq. Onlar qocalmadılar. Hə, Bəli. qocalmadılar. Onların Gəlin. elə qocaların analar da var ki, qədrini gənc bilək. yaşında. Onların anaları gənc yaşında qocaldılar. Gənc yaşında. 38 Özləri də yaşında. ucaldı. Özləri də ki, Ucaldı. ucaldılar. Zirvələrə ucaldı. Bəli. Qocalmadılar, amma ucaldılar. Bəli, düzdür. Gəlin biz yaşlılara nəvaziş göstərək. İndi özümüz də yaşlıyıq. Müəyyən qədər özümüzün də yaşımız var. Əlbəttə. Bu yaşlı adamın qəlbi sınıq olur. Gəlin deyir, o kövrələn qəlbləri sındırmayaq. Ona görə cavanlarımız da indi çox gözəl böyüyürlər. Həqiqətən də böyüklərə çox hörmət var, nəvaziş var. Mən görürəm bir çox cavanlar nə qədər ana qədri, ata qədri bilənlərdir. Mən şəxsən öz övladlarımdan götürürəm ki, çox ailəsinə, böyüklərinə qarşı böyük nəzakətlə, böyük nəvaziş göstərirlər. Elə də ətrafımdakılar, mən hələ ki, yaxşı görürəm cavanları. Qoy bu cavanlarımız da Allah'a. sınmasın. Biz onlara Amin. o qədər dayaq olsun. Daha bir belə daha yaxşı, Allah bir bizi daha, hə. sülh olsun, Sülh əmin-amanlıq olsun. Əmin-amanlıq olsun. Bəli. İndi bir dənə mənə söz də versiniz. Bizim bu oğlanlar var, bax bura elə bir şəhidlərimizi hamımız tanıyırıq da. Orada Famil Məmmədlidir. Hansı ki atasını Şəkillərdə də. siz də tanıyırsınız. Bəli. Bəli, bəli. Bizim 2010-cu ildə qırıcı təyyarəçi Famil Məmmədli. Onun atası Elman Məmmədov gəlmişdi. Bəli, Burada tanıyırıq, bizim bəli. bəli, ay sağ ol. Yəni o qədərinə o 4 kəndi, Tovuz rayonunun Aşağı Eyüplü kəndinin üstündə onun ermənilər təyyarəsini vurublar. Yəni o zaman özün şəhadətə yüksəldib, amma kənddə bir insanın, hətta bir heyvanın belə burnu qanamayıb. Vətən uğrunda gedir. Vətən gör nə qədər. Vətən torpağın əzizdir mənə. Doğrudan da belə. İgidlərimiz necə ora ürəyi ilə getdi. Heç kim yoxdur elə onun ikisi şəkildə. Eyni adam bu şəkillər. İndi biz, Eyni şəhidlərdir. Sizin bir gözəl şeiriniz var. Mübariz İbrahimov. Mən biraz bu kövrək notlardan çıxmaq, mən Məlikə xanımın Mahmudov. bir dənə şeirini istəyirəm. Hə. Siz öz şeirinizdən bir dənə mənə deyərdiniz. Bizə, mən ki mənə, bütün Azərbaycan xalqına, bütün bizi sevənlərə, bizi eşidənlərə Məlikə xanım çox kövrək şeir deyir və Mən Gözəl də deyir. gözəl Qarabağımızda, Şuşamızda oldum. Orada gəzdik, Bəli. oturduk, şeir söylədik. Aşıq Pərməzinə getmişdik. Pərvər xanım burada salamlayıram, salamlayıram. Gördüm o sizin Hə. çəkilişləri. O Şuşada Qəşəng idi. nə gözəl günlər keçirdi. Orada özümün ixtiyar sahibi olmadım. Başladım ağlaya-ağlaya o qədər şey dedim və dedim ki, Allah şəhidlərimizə qurban olsun. Bəli, bəli. Dövlət başçımıza qurban olsun. Belə deyirəm, özüm də deyirəm. Mümkün deyil. Oranın gözəlliyinə adam vurulmaya bilmir. Bəli. Həm də orada Deyirsən yadıma ki, düşür heyf deyil bunu bilirsən. Hə, deyirsən ki, Allah bu cürə Şuşamız niyə getmişdi əlimizdən? Adam gözlərinə Bir də- inana bilmir. Bir də adam deyir ki, Allah bu torpaq uğrunda nə qədər şəhidlərimiz Bəli. var. Özündən bir ixtiyar ağlayır adam. Hə, orada ağlaya-ağlaya çoxlu şeirlər dedim. o şeirlərdən Bu birində şeirlərdən birindeyim. Mən özümün də heç vətənim hələ alınmayıbdı. Vətənimiz var. Əslən mən Göyçə mahalındanam. Bəli. Göyçə mahalımızda da orada şeir dedim. Dedim əskərlər sizə yalvarıram da bizim Göyçəmizi də alın. Gör vətən alınanda nə gözəl olur. Adam elə bir gözəlləşir oralarda. Şeir deyə, gəzə-gəzə, yeyib içər. Yəni çox gözəl idi ora. deyə bilirsən. Deyə bilirəm. Həyəcanlı. Həyəcanlandım. Biz də- Mən deyirəm ki, Demək, qüssədən dağlanıb oldum bir büküm. Çəkilməz bu yükü mən necə çəkim? Ovulub qum olub sulara çöküm. Su təki torpağa hopa bilmirəm. Deyirəm dərmansız acı dərdimə mən niyə bir çarə tapa bilmirəm? Hər içim atlanır zülmlər üstə, qəmə yapışmışam, qopa bilmirəm. Mən mələyəm, məlikəyəm. Dərya təki daşıram, xəyal olub elləri dolaşıram. İtib başdan ağlım, elə çaşıram,
el boyda itkimi, o boyda itkimi, ay qızlar, Göyçə boyda itkimi tapa bilmirəm. El boyda Sağ olun. itkimi tapa Çox bilmirəm. təşəkkür edirəm. Biz Mələkə sağ xanımla olun. hər ikimiz Bugün olsun Göyçəmiz alınsın. Amin İnşallah. Allah. Mən də sizi ora qonaq aparım. İnşallah. Orada Biz Görərik. görərik. İnşallah o günü də görərik. Biz İnşallah. bu Aşıq Pəri Məclisinin hər ikimiz Mələkə xanımla üzvləriyik. Biz Kubada olduq bu yay aylarında, Bir neçə iyun yerdə ayında. olmuşuq. Bir neçə yerdə Hə, olmuşuq. mənə də demişdim amma mən gedə bilmədim. Hə. Gedərik inşallah. İnşallah. hə. Deməli, orada Gedər sürə, hə. hərəmizə üzümüzə bir şeir verdilər. Naqəfil mənə söz verdilər ki, sən nə deyə bilərsən? Bir anlıq vətənim gəldi gözümün qabağına. Vətənin dağları. O qədər kövrəldim ki, bilmirəm onu necə dedim. Həmən şeir maralda. Həmişə mənim nətər deyir insanın bir əvəş yeri olur. Bir canının içindən gələn bir vətənində bir yer, bir bulaqmı, bir dağmı, bir Adam çay orada mı? dil açır. Adam orada dil açır. Dil açır. Orada bir şeir var idi, Maral dağı. Mən o şeiri dedim. Çox da bəyənildi. Maral dağı, maral kimi dağ idi. Gəzdiyimiz bir gözəl yaylaq idi. Cır almanın, cır əzgilin bağı idi. Ağaçları dərər, qırar, gəzərdik. Çəmən yığar, otu saymaz əzərdik. Başımıza gül ləçəyi bəzərdik. Maral dağı, söylə görüm, indi də mi gözəldir? Maral dağı, atam səni sevərdi. Mən də onda səni yaman sevərdim. Deyirəm, sonra o atam, həmişə atamla olduğu gündə, o günlər yadıma düşür və o anda atama qoyduğum şeir. Bir nurani qucağını görəndə elə bil ki, atam düşür yadıma. O sözlü baxışları mənimi dinləyirdi, özümü söyləyirdi, yoxsa yollara baxıb bizimi gözləyirdi. Bir atasız görəndə gizli fəryad edirdi. Baxasız imdadıma, bu gizli fəryadıma atam düşür yadıma, atam düşür yadıma. Doğrudan da o atalı günlərimiz, Gözəl o analı şeir. günlərimiz, o qədər bizə şirin idi. O İranın prezidenti Məsud Pezeshkan Şərqərin bir şeirini oxuyur, deyir ki, ağac minib, ata minib gəzərdik. Atdan, ağacdan at düzəldib, çapırdıq, gəzirdik. Nətər bizim o uşaqlığımız da o dövrə düşür də onunla. Öz-özümə o qədər kövrəlirəm və deyirəm ki, doğrudan da o dövrün də bir gözəlliyi var idi. O dövrün də bir şirinliyi var idi. O ata-analı günlərimiz necə yadımda şirin. İndi yadımıza düşür. Qəbirlərini ziyarət edirsən, hətta o deyir ki, Zəlimxan Yaqub deyir ki, atamı qucaqladım, daşdan atam olmadı. Mən bu şeiri deyə bilmirəm, ancaq mənası odur ki, daş mənə cavab vermədi, ondan atam. Belə bir çox gözəl bir şeir var, təəssüflər olsun ki, onu deyə bilmədim, səhv deyərəm, ona görə deyirəm. Adam şiir deyəndə biraz dincəlir. Gedirik ata-ananı ziyarət edirik və çıxıb gələn deyirik ki, yadından biz tələbə illərimizdə gedirdik, dalımızla su atırdı anamız, bizi yola salırdı. Bizim belə vecimizə deyirdik ki, elə belə də olur. Amma indi özümüz ana olandan sonra, valideyn olandan sonra görürük ki, o övladların dalına nə qədər yanırıq, nə qədər can yandırırıq, nə qədər ürəyimizi qoyuruq yolunda. Bəlkə də onlar onu görürlər, bilirlər, amma bizi qədər yanmırlar ki, biz indi həmin o valideynlər yoxdur. Nə gözəl vətənimiz bizim var, o dağlarımız, hər birimiz vətən gözəl. Orada adamın qəlbi ilə açılır, o Qarabağda, o Şuşada, o Laçında. Birdən-birə özümdən asılı olmayaraq dağlara bir əl qaldırdım, elə bir dağları qucaqlamaq istəyirdim. Elə bir dağları, nətər deyim, sürünmək istəyirdim o dağlarda. Elə birdən-birə başladım ki, Göyçə dağları yadıma düşdü. Dedim, həsrətiniz sinə dağlar, bizim dağlar, bizim dağlar. Üzüm gülər, qəlbim ağlar, yolda qalıb sizin dağlar, sizdə qalıb izim dağlar. Dağa arana düşmüşük, zülmət torana düşmüşük, qışa borana düşmüşük, yoxdur canda dözüm dağlar. İnciyib küsən barışa, bu bala başdan soğmuşa, mələkə sizə qovuşa.
qurbanlığam özüm dağlar. Ay, Nə Məlikə xanım. qədər Qurbanlığam özüm dağlar. Göyçə dağlarını o qədər görmək istəyirəm. Allah. Belə deyirəm orada bir dəfə görüm, sürünə o ətəyində gəzim. Belə ölsəm də yaxşıdır. Amma görüm oranın bir qoxusunu alım, bir o buz kimi sudan içim, bir orada İnşallah gəzim. görərsən. Həsrətdən şükür Allaha Qarabağımız həsrətdən qurtardı. Sonra Əlbəttə ki. dövlət başımızın Allah canı sağ eləsin. Qazilərimizin, qazilərimizi də unuda bilmərik. Şəhidlərimizə Bəli, min şəhidlərimiz, rəhmət. qazilərimiz. Onların valideynin qarşısında Hətta- baş əyirik. O gün olsun Gedib- hərbiçilərimiz bizim köçəmizi də alıb bizə versin. İnşallah. İnşallah, inşallah. Hətta gedib Məncə orada burnu yaxşı qanamayıb bir gələn oğullarımız var. Biz onların da qarşısında baş əyirik. Ondan sonra bütün qazilərimizin, bütün şəhidlərimizin Əlbəttə. hamısının ruhu qarşısında baş əyirik. Baş əyirik. Burada olan şəhidlərim Fəxri Qəribzadə. Yəni fəxr etdiyimiz oğullardır, adı da Fəxridir. Anasını da tanıyıram. Orada mənim başımın üstündə var indi Fəxri Qəribzadə. Yəni o da Allah. ailənin tək övladı idi də, tək Gör, anası hamısı. Gülnarə ana. Həqiqətən də Çoxsu tək evladlar Bəli. çox. Amma mən fikirləşirəm ki, yəni mənim ancaq mövzum budur da özünüz bilirsiniz. Hə. Çünki başqa mənim o bütün günü yatanda da, duranda da hər bir zaman şəhidlərimizlə nəfəs Onu alırım. biz bilirik. Bir gün getməsəm mən uzaqbaşı 5 gün getməyə bilərəm şəhid ziyarətinə. Kərbəla, ondan Hacı ziyarəti mənə nəsib olmayıb. Amma şəhidlərimizin ziyarətləri Elə mənə ən nəsib yaxşı da olub da. odur. Hə, çox həqiqətən də ordadır. gedirəm, hündürlük Vallahi. tapıram mən onlarla. Hə, mən amma fikirləşirəm nə demək istəyirəm. O Qarabağımızın gözəlliyindən danışırsınız Məlikə xanım. O gün olsun ki, sizə də o göyçə vüsalı qismət olsun inşallah gedəsən. Vətən çox Amin. həqiqətən Orada Allah. gözəl İnşallah. şeydir. Yəni, şirindir vətən. Vətənsizin deyir nə gün açır, nə günəşin, nə ayı. Vətən yoxsa hər şey hədər havayı. Vətənin gülü də şirindir. Bəli. Torpaq da Hə. şirindir, suyu Bəli. da şirindir. Yəni orada bizim bu 44 günlük həqiqətən olmalı idi. Nə üçün olmalı idi? Mən orada elə şeylər müşahidə elədim ki, yəni bu Xocalıda. Yəni orada deyiləsi deyil. Deməli, bizim analarımızın yerə düşən bu ləçəkləri, bu kişilərimizin, yəni yerə düşən qeyrət papaqları hamısı yerdə qalmışdı. O bir torpağımız alınmayıb ha. Bizim analarımızın, bacılarımızın, 100 yaşında analarımızın namusu, qeyrəti, bizə olunan o zülmlər, təcavüzlər hamısı, yəni birbaşa bütün Azərbaycan xalqına olunmuş bir təcavüz idi, bir zülm idi. Yəni bizim qeyrət papaqlarımız yerdən qalxıb, o şəhidlərimiz, qazilərimiz onları yerdən qaldırdılar. Bizim analarımızın hansı ki indi də orada o ləçəkləri var, hansı ki onlara zülmlər eləyiblər. Onların nişanələri var orada. Biz Xocalıya getdik. Xocalıda biz deməli Xocalı abidəsini axtardıq. Dedik ki, bizə Xocalı abidəsini göstərin. Orada bir kişi bizə çıxdı, dedi ki, burada Xocalı abidəsi hələ hazır deyil, amma üstündə iş gedir. Yəni düzələcək. Amma bir yeri sizə göstərə bilərəm. Yəni o yer ki, orada bizim millətimizə zülmlər olunub. Orada ermənilər bizim yəni orada bizim millətimizə zülmlər eləyiblər çox hədsiz dərəcədə. Onu özü də silməyiblər. Onlar mən sual verdim. Dedim, bəs nə əcəb bu zülmlərin nişanələri var burada. Yəni hansı ki bunları bağlayıblar, sarıyıblar, insanın yəni bədənində olan nə varsa elə bil ki o divara çöküb də. Yerdə məsələn olan bütün əlamətlər analarımızın və onu demək istəyirəm ki, ləçəkləri də yerdə qalmışdı köhnədən 30 il, 35 il bundan əvvəl. Mən soruşdum ki, nə üçün bəs bunu indiyə kimi bu nişanələri itirməyiblər. Axı bunu biz gəldik, gördük. Yəni o kişi cavab verdi ki, onlar bilmirdilər. Yəni onlar güman etməzdilər ki, biz buraları, yəni bizim oğullar bu yerləri qaytarıb alacaqlar. Onlar bunu yəni sabah özləri üçün rütbə qazanmaqdan ötürü saxlayırdılar ki, yəni biz bax bunları eləmişik. Yəni indi hal-hazırda da onların demək hansı ki o qisas əməliyyatında olan şəhidlərimizdir. İndi yəni bütün şəhidlərimiz deyəndə bütün bu qəhrəman oğullarımız ki, hansı ki o bizim yerimizi, yurdumuzu, gözəl Qarabağımızı Arsaq dövlətinə çevirmişdilər. İndi hal-hazırda onlar inşallah cəzalanacaqlar. Azərbaycanda onların deməli işləri gedir və o məhkəmədə mən də iştirak eləmişəm. Yəni çox söz danışa bilərəm mən.
Yəni mən fəxr eləyirəm. Prosta Elimin vaxtın oğlanın azlığından adam igid Vaxtımızın azlığı oğulları ona ilə. görə Çox sağ olun Siz- sizə. Şəhidlərimizin yeri cənnət olsun, məkanı cənnət. Amin. Ruhları Amin. qarşısında baş əyirəm. Bütün hamımız baş hamımız, əyirik. hamımız. Bir Yəni- də görürsən ki, insan Belə. özünə baxır. Bir də görürsən insan özü-özündən danışır, özü-özündən. Görürsən ki, insan gedir və öz-özlüyündə. Charles Chaplin'in bir sözü var, deyir ki, yağışlı havada gəzməyi çox sevirdim. Ona görə ki, göz yaşlarımı görən olurdu. İndi Doğru. adam bir də görürsən öz kölgəsi ilə danışır. İnsan görürsən ki, özündən danışır. İçində özünü götür-qoy eləyir, özünü günahlandırır, səhvlərini görüb gözəl bir şeydir. Bir şeirim var idi, elə bir gedirəm, görürəm kölgəm düşür. Deyirəm, kölgəmlə yoldaş olub bir uzun yol gedirdim. Mən getsəm o da gedir, dayansam dayanırdı. Addımımı izləyir, dursam durub gözləyir. Mən ona fəxr edirdim. O məni əzizləyir. Yaman böyük dərdimiş. Qocalan insanların kölgəsi də qısalır. Gör orada nə böyük bir məna var da. Qocalan insanın əyilir, düz şaxəli yerə bilirdi. Qocalan insanların kölgəsi də qısalır. Mən o qədər belə bu həyat mənalı mənim şeirlərim çoxdur. Birdən görürsən özümə belə bir sual verirəm. Mən kiməm onda? Deyir ki, insan öz-özünə fikirləşir və özündə nə isə günah görür, nə isə səhv bilir, nə isə belə hər zaman mən özümdə bir günah axtarıram ki, insan o zaman düzəlir ki, öz-özünü günahkar bilsin. Bəlkə mən deyiləm, mən kiməm onda? Bəlkə bu dünyaya azıb gəlmişəm. Niyə haqsızlığa dözə bilmirəm? Niyə vəfasızlıqdan yaza bilmirəm? Mən başqa bir dünyada bəlkə var idim. Bəlkə sevgim mənim bir ünvan idi. Bəlkə o dənizdən üzüb gəlmişəm. Hər şeyin çoxluğu başqa gəllədir. Bəlkə o saflıqdan da bezib gəlmişəm. Vallahi mən o deyiləm. Mən kiməm onda? Özüm də mən bilmirəm. Hardan, haraya? Bəlkə bu dünyaya azıb gəlmişəm. Bəlkə haqq ədalət orada var idi. Haqq ədalətdən də bezib gəlmişəm. Düzlükdən usanıb bezib gəlmişəm. Düzlükdən usanıb bezib gəlmişəm. Gözəl şey. O ki deyirlər ki, haqq dünyasıdır. Yəni ki, orada düzgünlük var idi. Mən fikirləşirəm ki, orada da o qədər düzgünlük olub. Mən bu düzgünlükdən, haqsızlıqdan, buradakı dünyanın haqsızlığından o dünyadan bezib gəlmişəm. Və burada haqsızlıqlarla qarşılaşıram. Çox gözəl. İndi Seyran xanım, siz çox az danışdınız. Mən istəyirəm ki, Siz o qədər yaxşı danışdınız, gözəl. Buna isə Sürə xanım o qədər şəhidlərdən də danışdı. Oji artıq deyir, hə, elə ancaq elə o gözəl sözləri dinlədikdə biz. Mən istəyərdim ki, siz qəşəng bir şey, bildiyiniz, laf Səməd Vurğundan, Baxtiyar Vahabzadən, ürəyinizə gələn bir bərk də olsa, balaca bir bərk, siz bir şey danışmanızı istəyərdim. Amma ürəyinizə danışın. Olar ki, Şeir danışma söz deyil. Söz. Bəlkə də Başqa söz vaxt. demək istəyirsiniz ki, yox. o söz Elə bu hikmətli bir söz. şəhidlərdən çox danışdıq. Mən özüm də biraz yazmışam şeirə. Təsəvvür mən gərək onu elə bil də Yox, mən şəxsudur açıq yenə gərək baxım oxuyam. Yəni açıq siz gəlmişəm. Qanımızdır. Əlbəttə. Hə. Hər şeydir. Şəhidlər biz o bir ağrıyı unuda bilmək. O doğrudan da böyük, Doğru. uzun dərdir. Mən dedim, bəlkə siz özünüzün içində bir söz, bir şey. Elə bütün ikimizin sözün hamısını Suriyə xanım danışdı. Ona görə də hə ta Daha sözün qaldı. inşallah Daha sözün bizdə qaldı. hə bizdə təsəssüs qalmadı. Sevgidən o qədər gözəl danışdınız. Deyirəm, bəlkə Hə. sevdiniz. İndi onun Çox üçün gözəl bəlkə danışdı sağ ol sevdiniz. dəfə. Çox Mələkə yaxşı xanım, oldu. söz sizə verilir. Mən də nə deyim, o qədər danışdıq, söhbət elədik Tapoloji nə var Yaxşı danışıldı. şeirlərinizdə. Yox, vaxtımız az. bir dənə o şeirlə qutaraq ki, həmişə, hər zaman mənim şeir çox ürəyimdədir ki, məktəbdə sizi nətəri müəllim gəldi, nətəri sizi məhkəməyə çəkdi, hərə bir yandan, Hərə bir yandan döydü. hərə bir yandan deyildi. Yəni ki, yazın. İnşallah hə, gələn Bizim dəfələr uşaq Bizim saxlamalı. torpağımızın, vətənimizin uşaqları oxuyan müəllimlər də dərsi insanın başına yeridən, zehninə yeridən olubdu belə.
Yəni orada uşağın həddidir. Vaxtilə. Bir gün dərsdən Mələkə qalasın. xanım sözünüzə qüvvət. Vaxtilə böyük uşaqları, balaca uşaqları məcbur eləyirlər onları saxlamağa. Özləri nə bilim kolxoz işinə gedirdi, nə bilim hökumət işinə gedirdi, ya xeyir işlərə. Böyük uşaqlar balacaları saxlamağa. Elə mənim də anam. Hə, o vaxtlar eləncini idi də. Bir balaca uşaq böyük boyumuz vardı. Uşaq saxlayırdı. Oxumağa qoymurdular. Deyirlər uşağı saxla. Hə, Nə elə bilim, idi. ev eşiyi təmizlə. Qoymurdular. Yazıq qızlar da oxumaq istəyirdi hamısı. Düz. Hə, mənim də anam günlərin birində məni qışqırdı, acıladı ki, evdə qal bu gün. Dərsdə də getmirsən bu gün, uşağı saxla, bacım qalsın. O vaxtlar indi. Ağladım, özümü öldürdüm ki, yo, mən qalmıram. İndi biraz başqa nota çörülək ki, yəni biraz da qəlbimiz açılsın. Əlbəttə. Mənim də anam dedi ki, yox, bu gün dərsə getməyəcəksən. Mən ömrümdə dərsdən qalan adam olmamışım. Onu belə bir nəsə cızma qara elədim, onu saxladım. Sonra gələcəkdə onu kitaba da verdim. Qəzetdə çıxartdım, Mənaf müəllimim var idi, rəhmətə getdi, Allah ona rəhmət eləsin. Amma mənim adımı Dilli qız qoymuşdu, Yaman Dilavər idi. Onu cızma qara elədim. Deməli, kəndin o başında biz yaşayırıq. Bu biri başında məktəbimiz var. Müəllim girir içəri, görür ki, mənim də anam saxlayıb ki, qardaşım hərə bir yandan bu gün evdə qalıb Nə bilsin ki, bunun anası saxlayıb. Elə bir qız uşağı anam da gedir işə. Mən də ağlaya-ağlaya başlamışam, ev yığışdırıram, həm də beşiyin ipini çəkirəm, ev yığışdırıram. Yazıq qız. Müəllim də dərsə girir, görür ki, bu dilli qız yoxdur, hamı gəlib, mən dilli qız yoxam. Uşaqları da evsiz sakit oturun, mən bu saat gəlirəm. Durub gəlib düz bizim evə, kəndən o başından bu başına. Gəlib, görüb ki, mən uşaq saxlayıram, iş görüm, nə varım. Onda yazmışdım ki, nələr mənə deydi, çıxdı, getdi, rəhmətlik. Yazmışdım ki, uşaqlıq çağında, xoş zamanında anamız təkidlə dedi bir anda. İşim var, məktəbə getməsən bugün, beşiyin yanından itməsən bugün. Vay işimə neyləyib qalmaram dedim. 3 qardaşım mənə hirslə baxdılar. Məni bürüşdürüb küncə sıxdılar. Dedilər, sən qızsan, keç otur evdə. Qızlar qalmalıdır bucaqda, dibdə. Yaransan bir də qız olmaram dedim. Yerlədi dişlərim, ipli beşiyi, saxmana salırdım evi, eşiyi. Dərsimdə olsaydım ölmərəm dedi. Bir daha dərsimdən qalmaram dedi. Qapımız açıldı ağır anımda. Müəllim bir anda oldu yanımda. Tərsinə fırlandı zaman gözümə. O tərs baxışlarla baxdı üzümə. Dayı sizi bu hala salmaram dedim. Bir daha dərsimdən qalmaram dedim. Nə qədər gözəl. Beşikdə körpəyə qurban olasan. Nə badə bir daha dərsdən qalasan. Sabahdan dərsə gəl, mən isə gedirəm. Sizlərin hər birin belə güdürəm. Gözəl şey. Dərsimdən qalmaram dedim. Bizdə də uşaq vaxtı Müəllim zəhməti gör nələr edib. O sinif hər yerdə irəli gedib. Bəhrəmiz sizdəndir, Manaf müəllim. Maşallah hamısı ziyalı, alim. Mən isə redaktor, şairə oldum. çox gözəl. Məlikə fəxr edir, çatıb bax balaca, bax beləcə bir ada istəyir ki, izi qala, sözü qala dünyada. Qalıb da. Çox gözəl. Qalıb da. Gözəl. Bu şeiri bütün sinif yoldaşlarımın uşaqları, nəvələri hamısı əzbər bilir. Bax bu şeiri. Qəşəng. Bütün nəvələr Mənalı deyil. Onu qəzetdə çıxartdım, apardım müəllimim rəhmətə gedəndə. Bəlkə bir 6-700 nəfər var idi orada qadın kişilər. Hamının əlində o qəzetdən oldu. Hamı dedi ki, sən niyə belə Bərəkəllah, çox da oradan gözəl. Bugünkü verilişimiz sona çatmaq üzrədir. Mən yenə də buradan bütün Azərbaycan xalqını salamlayıram. Biz də Moskvada yaşayan Azərbaycanlılara öz dərin təşəkkürümü bildirirəm. Mənə onlar böyük bir dayaqdılar, mənə arxadılar. Mənim hər işimdə onlar mənim nə tərdə bütün yaradıcılığımda və yaxud mənim bir məclis təşkil edəndə mən kömək eləyənlər Gülqələm, Günəş, ondan sonra Diləfrüz, Əntiqə xanım,
və başqaları kimi gözəl mənim dayaq dostlarım var. Sağ olun, sizə Çox sağ olun. təşəkkür edirəm. Çox sağ olun. Biz də sizə çox Gələcək təşəkkür edirik. Qudalarım. Gözəl xanım, Çox amma dayaq olun. çox sağ olun. gözəlsiz. Gözəl ailəm, gözəl gəlinlərim, kürəkənim. Allah hər birinin canını sağ eləsin. Amin. Qismət eləsin və şeirimin, sözlərimin axırında qardaşım Arif Əliyevin məsul vəzifədə idi, ev dünyasını tez dəyişdi. Onun şeirlər kitabından bir damla olub düşərdim torpağına. Şeirlər kitabından bir şeiri deməklə öz məclisimizi sona yetirirəm. Buyur. Bənəfşə şeiri. Mən də sənin kimi boynu büküyəm. Dərdimə əlac ol, aman bənəfşə. Demək ki, bu dünyanın artıq yüküyəm. Bizi bir yaradıb zaman, bənəfşə. Ayrılıq da səndə, dözüm də səndə. Hər dərdlərə əlac, çözüm də səndə. De, hansı gül açılar, de, sən gələndə üşüyə gələn bənəfşə. Başa düşürsünüz belə? Çox deyil mi? gözəl. Elə bu Çox şeir sağ də olun. bizim şəhidlərimizin xatirəsinə olsun. Qoyulsun, Hə, qoyulsun. Necə özü Bizim də o şəhidlərin dünyada boynu o bükük bənövşə. şəhidlərimizin xatirəsinə olaraq bu bənövşə şeirini. Bəli, bundan da. Allah rəhmət eləsin. Onların cəmiyyət ruhları şad şəhidlərimiz. olsun. Ruhları şad Amin. olsun. Bəli. Amin. Ruhları Amin şad olsun. Allah. Çox sağ olun. Çox sağ olun ki, Çox sağ olun, arada gəlib bizi bir yerə təşəkkür yığırsınız. Sağ olun. Sizə çox Mən də təşəkkür Vətən edirik. Sevənlər ailəsi Vallahi. adına bir Çox sağ Vətən olun. Sevənlər şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək İctimai Birliyin sədri olaraq sizə dərin təşəkkürümü Çox sağ bildirirəm. olun, Çox sağ olun ki, hər zaman şəhid ailələrinin yanındasınız, elimizin, obamızın yanındasınız. Vətən sevgisi Hər sizdə bu zaman. qədər güclüdür. Mən də Çox ITV sağ olun. kanalı, ITV Media şirkəti adından bütün izləyicilərə sağ olun deyirəm. Salamlayandan sonra bir sağ ol da deyək. Bəli. Və sizlərə öz təşəkkürümü bildirirəm. Bütün izləyicilərimizə Çox gözəl. Çox təşəkkür sağ ol. edirəm. Nisə xanım, çox sağ ol ki, bizi tez-tez yada salırsan, gəlirsən, Əlbəttə burada ki, verirsən, ildə hədiyyə bir verirsən. 4-5 dəfə gəlirəm. Burada Əlbəttə, vətən buyurun. sevgisi. Yad vətən eləyirsiniz. mənim üçün. Nə vaxt gəlsiniz, yad gözümüz edirsiniz. üstə yeriniz var. Çox sağ olun. Məlikə xanım, sizə də Təşəkkür təşəkkür edirəm. edirəm. Bir ITV kanalı olaraq işıqlandırırsınız Sağ bizim olun. şəhidləri. Vətən sevənlər. Sağ olun. Bravo. Moskvadakilərə salam. Sağ olun. Sağ Çox olsunlar. sağ olun.